Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda peçenyeler hazırlamışam və bunun hazırlama qaydasını sizinlə paylaşıram. Çox dadlı, tez bir vaxtda hazırlanan, çay süfrəsinə yaraşan ləzzətli bir şirniyyatdır. Üstü az xırçıltılı, içi yumuşaq, dadlı peçenyelardır. İndi keçək peçenyanın hazırlanma qaydasına. Əvvəlcə qaba 1 ədəd sındırdığım yumurtanı qoyuram. Üzərinə 2 xörək qaşığı şəkər tozu əlavə eləyirəm. Az duz. Bunları əvvəlcə çırpma teli ilə yaxşı qarışdırıram. Alınan yumurta qarışımına 160 qram xama əlavə eləyirəm. Xamanı qatıqla da əvəz etmək olar. 50 ml bitki yağı, peçenya üçün 1 ədəd limon götürmüşəm. Limonun qabığını sürtkəcin xırda gözündən keçirdirəm. Bir limonun qabığının hamısını sürtkəcdən keçirdirəm. Bunların da hamısını yenə çırpma teli ilə yaxşı qarışdırıram. Qaba un əlavə edirəm. Unu apardığı qədər istifadə edəcəm. Unun bir hissəsini qaba tökürəm. Üzərinə 1 çay qaşığı qabartma tozu. Bunları əvvəlcə çırpma teli ilə qarışdırıram. Artıq çətin olduqda yenə un əlavə edirəm. Əlimlə qarışdırıb xəmir yoğururam. Unu apardığı qədər istifadə edəcəm. Ələ yapışmayan, orta yumuşaqlıqda bir xəmir olmalıdır. Arada lazım olduqda yenə un əlavə edib xəmiri yoğurmaqda davam edirəm. Xəmirim artıq hazır oldu. Xəmir üçün 2 stəkan yarım un istifadə elədim. Stəkan ölçüsü 200 ml-dir. Belə bir xəmir alınır. Xəmiri gözlətmirəm. Un səpdiyim masanın üstünə yerləşdirirəm. Əlimlə biraz üstündən basdıraraq genişləndirirəm. Üstünə də biraz un səpib oxlovla yayıb açıram. Arada bir lazım olduqda yenə az un səpib yaymanı açıb böyüdürəm. 4 mm qalınlığında yaymanı açıb böyüdürəm. Yaymanı yayıb açandan sonra belə bir dairəvi kəsən götürmüşəm. Açdığım yaymanı dairəvi şəkildə doğrayıram hamısını. Qeyd edeyim ki, peçenya üçün istifadə elədiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə qeyd etmişəm. Hamısını belə doğrayandan sonra kənarda qalan kəsik xəmir parçalarını bir yerə yığıram. Onları da bir kündə eləyirəm. Yenə yayıb yumru dairəvi şəkildə peçenyelər kəsirəm. Yoğurduğum xəmirdən 30 ədəd dairəvi xəmir kəsmişəm. Kəsdiyim xəmir parçalarından birini götürüb şəkər tozuna batırıram bir üzünü. Sonra bir tərəfini üstünə gətirərək qatlayıram. Qatlayandan sonra uç hissələrini bir-birinin üstünə gətirib əlimlə sıxıb bərkidirəm. Uç hissələrini yaxşı sıxmaq lazımdır ki, bişəndən sonra açılmasın. Bərkidəndən sonra yenə bir tərəfini şəkər tozuna batırıram. Belə bir gözəl görünüşlü peçenyeler alınır. Hamısını eyni qaydada şəkər tozuna batırıb, qatlayıb, kənarlarını bərkidirəm. Yenə bir tərəfini şəkər tozuna batırıb peçenyeler hazırlayıram. Hazırladığım peçenyeleri yağlı kağız sərdiyim formaya düzürəm. Kənarları açılmasın deyə yenə formaya düzəndən sonra əlimlə sıxdığım hissələri biraz da əlimlə bərkidirəm. Daha dadlı, gözəl görünməsi üçün peçenyelerin üstünə fıstıq düzürəm. Hamısını düzəndən sonra 180 dərəcəlik sobada 15-20 dəqiqə bişirirəm. Peçenyeler artıq pişdi, hazır oldu. Sobadan çıxartmışam. Çox gözəl görünüşü var peçenyelerin. Çox yaxşı alınır. Altı yaxşı qızarıb, üstü az qızarıb. Çox dadlı, hər kəsin rahatlıqla hazırlaya biləcəyi bir peçenya reseptidir. Kövrək, üstü az xırçıltılı, içi yumuşaq,
dadlı bir peçenyadır. Hazırlayan hər kəsə öncədən nuş olsun deyirəm. Videomu izlədiyiniz üçün sizə öz təşəkkürümü bildirirəm. Videomuzu bəyənməyi, dostlarınızla paylaşmağı, yeni videolardan xəbərdar olmaq üçün kanalımıza abunə olmağı unutmayın. Sağ olun.